Bədii filmlərin hekayəsi qəhrəmanların başına gələnlər haqqındadır. Bəzi qəhrəmanlar ancaq müsbət xüsusiyyətlərə sahib olsalar da, bəziləri mənfi xarakteri xüsusiyyətlərə malikdirlər. Mənfi xarakteri xüsusiyyətlərə malik olan, amma həm də filmdə əsas qəhrəman olanlar anti-qəhrəman adlanır. Anti-qəhrəmanlar da müsbət qəhrəmanlar kimi filmdə əsas hərəkətverici qüvvədir və hekayə onlar vasitəsilə irəliyə gedir. Azərbaycan kinosunda anti-qəhrəman nümunələrə nəzər salaq. Bu video Azərbaycan Kinematoqrafçılar İttifaqının dəstəyi ilə çəkilir. Məşədi İbad Azərbaycan kinosunun ilk anti-qəhrəmanıdır desək yanılmarıq. Rüstəm bəy ağır vəziyyətdən çıxmaq üçün yol axtarır. Hətta qumarda da onun əli gətirmir. Heç eybi yoxdur. Çarəsi hər yandan kəsiləndə o yenə Məşdibada əl aça bilər. Acgöz, qoca baqqal Məşdibat müftə pul paylamır. O verdiyi pulların əvəzində Gülnazı almaq istəyir. Gülnazın isə ürəyi sərvərdədir. Bu obraz hekayədə antagonist kimi təqdim olunsa da, zamanla insanlar tərəfindən sevilməsi, digərlərinə nisbətdə müsbət xarakter kimi qəbul edilməsi ona yeni bir baxış gətirməyi tələb edir. Məşədi pulgirdir, şəhvət düşkünüdür, öz yaşına uyğun olmayan qızla evlənmək arzusundadır. Yaxşısı budur ki, baş aşıq oturaram. Onda qızım məndən xoşu gələr. Elə bilər ki, Abrazıvolskiyəm. Ancaq digər obrazlar o qədər fırıldaqçı, yalançı, müftəxordular ki, Məşədi onların yanında təmiz görünür. Öz qızını satan Rüstəm bəy, pul alıb qəzetində yazı yazan jurnalist, özünü güclü göstərib Girdavayın fitni eşidən kimi qaçan qoçular və silah zoruna Məşədi İbadı başqası ilə evləndirən student. Bu portretlər cərgəsində Məşədi günahı ən az olan qəhrəman kimi görünür. O, antagonistdən anti-qəhrəmana çevrilir. Çünki əvəzinə təklif ediləcək qəhrəman yoxdur. Məşədi, 20 manat ver. 20 manat ver, bu saat gedim Voryensə. Məşdibat, bir 10 manat ver, bu saat Rüstəm bəyin başına bir patron çağır. Yox. Məşədi, mənənin bir Abbası. Hadi rədd ol buradan, bir Abbası. Dayan. Cahandar ağa Dəli Kürün əsas daşıyıcı qüvvəsidir. Ay gəlin, ciyərim yanır. Zəhmət olmasa atan ehsanına bir qap su ver içim. Gəl, yaxın gəl, qorxma. Onun qadınlara, mollalara, elm adamlarına münasibəti hekayənin əsas sütunlarıdır. Cahandar ağanın müsbət keyfiyyətləri mövcuddur. Xurafatı yayan Molla Sadıqla mübarizədə o vacib yer tutur. Molla Sadıq, sən kimsən ki burada ağalıq eləyirsən? Mən hələ ölməmişəm ha. Eşitdin? Buyur. Yaxşı iş görmürsən, molla. Mən sizə minnətdaram bəy. Ancaq cəmaatla söhbətimiz yarımçıq qaldı. Rəhmətliyin oğlu. Dəli Kürün senzura qarşısı dəyməmiş versiyasında onun ölümü çarın adamlarına qarşı mübarizədə reallaşır. O torpağı sevir, çarın adamlarını qəbul etmir. Mələyi qoruyur və ailəsini ona hörmət etməyə məcbur edir. Mələyi qaçırması, bacısını çayda boğulmağa məcbur etməsi isə onun mənfi xüsusiyyətlərinin hekayədəki təzahürüdür. Cahandar ağa anti-qəhrəmandır. Tamamilə mənfi xüsusiyyətlərə malik deyil. Onun haqlı olub olmadığına isə tamaşaçı qərar verməlidir. Sizin oğlunuz fevqəladə qabiliyyətə malik bir uşaqdır. Onun elmə, oxumağa çox böyük həvəsi var. Ona görə də məsləhət görürəm ki, onu məktəbdən ayırmayasınız bəy. Mənim yeganə bir oğlum, mənim öz yanımda olmalıdır. Uşağı aparacağım.
Əgər o getmək istəməsə onda necə? O mənim sözümdən çıxmaz. Xahiş edirəm çağırtdırın. Xoş gördük. Soyuqdur. Axırıncı aşırımı izləyib bitirəndə tamaşaçıda bu təəssürat yarana bilər ki, filmin əsas qəhrəmanı Abbasqulu bəydir və hekayə onun başına gələnlər barəsindədir. Lakin diqqətlə baxdığımız zaman aydın olur ki, Abbasqulu bəyi ilk dəfə filmin 24-cü dəqiqəsində görür. İlk dialoquna 25-ci dəqiqədə şahid oluruq. 85 dəqiqəlik bir film üçün bu çox gecdir. İlk səhnədən etibarən gördüyümüz Kərbəlayı İsmail isə əsas qəhrəmandır. Film boyunca o, kollektivin əvəzinə özünü düşünməsi, dəyişikliklərlə barışa bilməməsi, qapısında qul olanın rəhbərliyə yüksəlməsini qəbul etməməsi ilə qarşımıza çıxır. Bu mənfi xüsusiyyətlərlə birgə kəsdiyi duz çörəyə ehtiramla yanaşması, Abbasqulu ağa ilə hörmətlə və təmkinlə davranması onu tamam mənfi qəhrəman olmaqdan qoruyur. Qəmlonun hekayədəki davranışı isə onun müsbət xüsusiyyətlərini daha da qabardır. Mən Abbasqulu bəyin qabağından qorxub qaçmıram. Bizim aramızda kişi dostluq olub. Üz-üzə gəlsək, ya mən gərək onun sözünü yerə salmayam, ya da kəsdiyimiz duz çörəyi ayaqlayam. Haqqı salamımızın da üstündən qələm çəkəm. Bu da mənim üçün çətindir. Kərbəlayı İsmailin anti-qəhrəman təqdimatı onu çox yozumlu edir. Bəylərin, ağaların bu tərz anti-qəhrəman təsviri həmin dövrün yaradıcı insanlarının bu şəxslərə qarşı gizli rəğbətinin göstəricisidir. Hansını deyim? İndi də bu qalxoz oyununu atıblar ortaya. Deyirlər ki, inəklərini ver, öküzlərini ver, atını da ver, arabanı da ver. Sonra da gəlib deyəcəklər ki, papağını da ver, namusunu da. Anti-qəhrəmanların hamısı heç də əvvəldən mənfi xüsusiyyətlərə sahib olmurlar. Что с вами, товарищ? Метро боюсь. Боитесь, почему? Когда спускаешься под землю, как будто умираешь. А когда наверх поднимаешься, то будто заново рождаешься. Страшно. Зачем ездите, если вам... Şərtlər, ətraf mühit, yaşadıqları onları anti-qəhrəmana çevirə bilir. Vaqif Mustafayevin yaramaz Hatəmi məhz belə obrazlardandır. Filmin əvvəlində saf, təmiz, hətta bir qədər kamağıl kimi görünür. Onun səlahiyyətə sahib olması, tezliklə sosial nərdivanın pillələrini qalxması Hatəmi dəyişir. O yeni bir insana çevrilir. Bu insan əclafdır, yaramazdır və əxlaqsızdır. Чтобы перестроить все вокруг, в первую очередь надо перестраиваться самому. Выбора нет, это истина, это видение времени. Qadına yaxınlıq edən gənci döyməkdən, istəklərinə tabe olmadıqda zorlamaqdan çəkinmir. Onu bu hala çevirən isə dövrün və sistemin şərtləridir. Hatəmin transformasiyası onun çığıraraq rəqs etdiyi və mən yaramazam dediyi səhnədə tamamlanır. Bu gülməli, eyni zamanda faciəli bir çevrilmədir. Vaqif Mustafayev bütün yaradıcılığında gülməli və eyni zamanda faciəli olanın axtarışındadır.
Hatəmin hekayəsi isə həmin axtarışın ən parlaq səhifələrindəndir. Я не слышу! Я слышу! Я мерзавец! Güllələnmə təxirə salınırda isə vəziyyət tamam fərqlidir. Послушай, что случилось? Долго мы здесь будем торчать? Хана хоронит. Хана? Да. А разве теперь существуют ханы? Сейчас ханов нет, но в свое время Ага. он был ханом. Ха. Bu filmin baş qəhrəmanı Xan, Hatəmin antitezisidir. Hatəm əgər dövrün şərtlərinə görə müsbət bir adamdan anti-qəhrəmana çevrilirsə, Xan dövrünün şərtlərinə görə anti-qəhrəmandan qəhrəmana çevrilir. Ged oku bala. Okumağın məsləhətdir. Bizə qismət olmadı. Heç olmasa sən oxu yenə. Vaxt gələcək, çörək bol olacaq. Heykəllərin də vaxtı gələcək. Darıxma, getdik. Xanın cinayətkar dəstəsi cəmiyyətdə olan hərc-mərcliyə, ədalətsizliyə üsyan edir. Bu ədalətsizlik dövlət tərəfindən həll edilmədiyi üçün insanlar çıxış yolu axtarırlar. Tapdıqları çıxış yolu isə heç də qanunlara uyğun deyil. Oğurluq, başqa insanları təhdid və şantaj, düz olmayan mizanı digər düz olmayan yollarla düzəltmək cəhdləri Xanı qəhrəmana çevirən şərtlərdir. O, ideal cəmiyyətdə etdiklərinə görə ən yaxşı halda anti-qəhrəman ola bilər. Ancaq cəmiyyətin düzgün olmaması onu qəhrəman edir. Onları nə gözləyir? Baxtınız var da ya. Yoldaş Stalinin əmriyle güllələnmələr olunur. Hilal Baydarovun Səpələnmiş ölümlər arasında filminin əsas obrazı Davudu kinomuzun anti-qəhrəmanları arasına yazmaq mümkündür. Evdən çıxmalıyam. Getməliyəm evdən. Ayrılmalıyam. Elə bu gün. Elə indi. Öz evimi tapmaq üçün. Öz ailəmi, yoldaşımı, uşağımı, yüzünü görmədiklərimi, mənə aid olanları. Davudu özündən əvvəlkilərdən fərqləndirən əsas məqamı isə onun eksistensial təsviridir. O cinayət törədir və bu cinayətin nəticələrindən qaçmağa çalışır. Qarşılaşdığı müxtəlif qadınlara azadlıq gətirməyə çalışır. Onları xilas etməyə cəhd edir. Ancaq yekunda ardıcıl faciəvi hadisələrə səbəb olur. Davud hekayədə aktiv yox, passiv vəziyyətdədir. Onun məna axtarışı, özünə yer tapa bilməməsi ətrafına yadlaşmasına gətirib çıxarır. Sərxoşun dediyini heç vaxt unutmayacağam. Ölməmişdən qabaq arvadına baxıb dedi ki, mən sənə inanmışdım. Hələ də elə bilirdi ki, arvadı sevir onu. Onlar sevgi soxluğundan öldülər. Hamısı yaxşı insanlar idi. Mən isə özüm üçün öldürdüm. Mən pis insanım. Davudun yaxşı keyfiyyətləri qarşılaşdığı insanlara azca da olsa faydalı olur. Lakin yekunda ətrafına yadlığı ən sevdiyi insanı da itirməyinə gətirib çıxarır. Bu, onun taleyindən qaça bilməməsinin və məğlubiyyətinin bəyanıdır. Ana,
Anti-qəhrəmanlar müasir dünyanın və müasir hekayəçiliyin ənənəvi hekayəçiliyə verdiyi cavabdır. Hər şeyin ağ və qaraya bölündüyü nağılvari dünyadan uzaqlaşan bəşəri hekayələrdə indi qarşımıza tez-tez anti-qəhrəmanlar çıxır. Bu anti-qəhrəmanlar ağ və qara arasındakı boz keçidləri, insan təbiətinin fərqliliklərini ustalıqla göstərə bilir. Müasir hekayələr, müasir qəhrəmanlar və anti-qəhrəmanlar tələb edir. Əsas qəhrəmanınızı elə seçin ki, hekayənizi dolğun çatdıra bilsin.